Sonra burada yazıb tüm açı, yəni tam bucaq deyirlər buna Azərbaycan dilində. Prigon, alfa bərabər 360 dərəcə. Sonra dar açı, yəni iti bucaq. İti bucaq 0 dərəcə və 90 dərəcə arasında olur. Sonra geniş açı, yəni kör bucaq 90 dərəcə və 180 dərəcə arasında olur. Sonra tümlər açı, yəni tamamlayıcı açı, yəni tamamlayıcı bucaq. Alfa və betanın cəmi 90 dərəcəyə bərabər olur və qonşu bucaq, bütünlər açı, cəmləri 180 dərəcəyə bərabər olur. Sonra burada paralel düz xətlər, daha sonra uyğun tərəfləri paralel və perpendikülər olan bucaqlar. Misal üçün burada yazıb ki, paralel doğrular eş və ya bütünlərdir. Bütünü burada izah verdi ki, bütün bucaqda baxın, tüm açı demirəm, amma bütün bucaqda, yəni doğru açıda 180 dərəcə, onu bütünlə ifadə eləyəcək burada. Yəni paralel doğrularda eyni bucaqlar bir-birinə bərabərdir. Burada da həmçinin görürsünüz, hər ikisi iti bucaq da bir-birinə bərabərdir. Lakin burada biri iti bucaqdır, biri kör bucaqdır. Onların cəmi 180 dərəcəyə bərabərdir. Burada da həmçinin biri iti bucaqdır, biri kör bucaqdır və onların da cəmi 180 dərəcəyə bərabərdir. Daha sonra burada bizi puzayanlarında nə gözləyir? Baxın, dik doğrular eş və ya bütünlərdir. Yəni siz harda bu tipli şəkillər görsəz, yəni uyğun tərəfləri paralel olan bucaqlardan əlavə olaraq uyğun tərəfləri perpendikülər olan bucaqlar olacaq. Uyğun tərəfləri perpendikülər olan bucaqlar ya bir-birinə bərabər olacaq, ya da onların cəmi 180 olacaq. Müxtəlif adlı olsa, yəni biri iti, biri kör olsa, onların cəmi 180 olacaq. Baxmayaraq ki, uyğun tərəfləri perpendikülər adlanır. Yenə də cəmlərini 180 götürəcəksiniz. Uyğun tərəfləri bir-birinə bərabər olsa, o zaman alfabetliyə bərabər olacaq, yəni eyni adlı olacaq. Altından görürsünüz, ingiliscədə izahını yazıb. Perpendicular lines are equal or supplementary angles. Yəni bucaqlar üçün müxtəlif adlı və eyni adlı qaydaların təsviri. Sonra gəlir burada tərs açılar, yəni qarşılıqlı bucaq və qarşılıqlı bucaqların dərəcə ölçüləri bir-birinə bərabər olacaq. Yəni ingiliscə yazıb opposite angles. Sonra burada iti bucağa görə açıortay, yəni ki, tənbölən bucağı yarı olacaq. Bu arada açıortay tənbölən deməkdir. Yəni OB parçası açıortay deyəndə tənbölən nəzərdə tutulur. Sonra üçgən eşitlərini verib, yəni üçbucaqda bucaqları verib. Bunlar da sizə lazımdır həndəsə məsələləri işləyəndə. Məsələn, ikizkenar üçgən, yəni bərabər yanlı üçbucaq. Sonra eşkenar üçgən, yəni bərabər tərəfli üçbucaq. Sonra məsələn, burada çeşidkenar üçgən, yəni ki, müxtəlif adlı və müxtəlif tərəfli üçbucaq və burada da bucaqlar da, tərəflər də müxtəlifdir. Bunların hamısında bir qayda var ki, bucaqda daxili bucaqların cəmi 180 dərəcəyə bərabər olur. Bu da bizə lazım olacaq misalları işləyəndə və artıq gördüyünüz kimi hər bir qaydaya uyğun burada tapşırıqlar var. İndi vaxtımız çatdığı qədər bir-iki tapşırığın sizə mən izahını verəcəyəm burada. Və ona uyğun siz də evdə bu Puza yayınlarından testləri mən çəkib atacam və yaxud da səhifəsini deyəcəm. Yəni, hansı səhifəyə qədər deyəcəmsə, həmin misalları işləyəcəyiz. Başlayaq birinci sualdan. Yazıb ki, burada bir özəllik yazıb. Baxın, property 1, yəni birinci özəllik, birinci qayda belə deyək. Çarpaz bucaqların qaydası ilə gedəcəksiniz. Çarpaz bucaqlar bir-birinə bərabərdir. Burada, məsələn, uşaq deyir ki, ay müəllim, nə yaxşı burada cavabları da verib. O cavabları ona görə verməyib ki, yəni, belə deyək, sən onu götür buradan köçürdəsən və yaxud da ki, məsələn, hələ görürəm də, burada 110-u görürəm, 100-ü görürəm. Yəni, görürsünüz, xarici sistemdə necədir? Xarici sistem konkret olaraq cavabı yanında verir və o bilir ki, uşaq onu dərrakəli bir şəkildə işləyir. Yəni, orada onun cavabın alınmağı və yaxud da ki, cavabın yazmağı o üçün heç də əhəmiyyət kəsb eləmir də. Çünki bilir ki, bunu işləyən uşaq konkret olaraq həndəsəni öyrənmək istəyir. Yəni, cavabların yanında olması sizə elə gəlməsin ki, onlar həm müəllim o məsələmdə, müəllim o bilərəkdən bizə elətdirir və yaxud da ki, onsuz cavablar vardır, nədə ki, yazaq geçsin. Elə yox. Həqiqətən, əgər sən həndəsəni öyrənmək istəyirsənsə, test topluları, güvənlər və s. digər kitabları mükəmməl şəkildə başa düşərək işləmək istəyirsənsə, sən bunları işləməlisən. İşləməzsiniz, həndəsəni öyrənə bilməyəcəksiniz. Başlayaq birinci sualdan. Baxırsınız, deməli, baxın, bu şəkil, bizim yuxarıda öyrəndiyimiz, yəni, burada izah verilən, baxın, burada bizə izah verilən paralel doğrular eş və ya bütünlərdir qaydasına əsaslanır. Digər tərəfdən isə burada özəllik vermişdi, yəni property 1 vermişdi, yəni özəlliyi vermişdi, bu özəlliyə əsaslanır.
Bəs müəllim, burada belə deyək də, özəlliyin bir mahiyyəti nədir bəs bizim üçün? Bizim üçün mahiyyət ondan ibarətdir ki, indi məsələn bu şəkildə biz bir dənə kənarda göstərək, yəni ekranı paylaşaq, orada sizə yazmağı mən başa salım. Deməli, baxın, bir dəqiqə, buradan izah edəcəm sizə. Tutaq ki, bu formada bir şəkil verib bizə. Deməli, belə və belə. Baxın, bu hissəni belə qırıq-qırıq xəttlərlə tamamlayırsınız. Eyni qaydanan bu hissəni də belə qırıq-qırıq xəttlərlə tamamlayırsınız. Buranı da belə, buranı da belə. Artıq burada 40 dərəcə yaranıbsa, bunun çarpaz bucağı bu hissədədir. Deməli, burada 40 dərəcədir. Baxın, belə, bu formada yazmaq lazımdır. Və yaxud da, misal üçün, ikinci sualda, yəni çarpazlıq qaydasına görə, bucaqların çarpazlıq qaydasına görə bərabərdir. Və yaxud da burada yenə yuxarıdakı qaydaya əsasən, görürsünüz, hər ikisi iti bucaq formasındadır. Fikir verin, burada da baxın. Deməli, buranı bizə veriblər x üstə gəlinsin 40. Burada da yenə bu formadadır. Və 2x üstə gəlinsin 10. Burada da x üstə gəlinsin 40 bərabər olacaq 2x üstə gəlinsin 10-a. Nə üçün? Çünki bunlar eyni adlı bucaqlardır. Və 2x plus 10 və x plus 40-da sadələşdirmələr aparacaqsınız. 2x-dan x-i çıxacaqsınız, x edəcək, 40-dan da 10-u çıxacaqsınız, 30 edəcək. Deməli, x-in cavabı 30 olacaq. Sonra, indi biraz daha fərqli. Məsələn, ikinci özəllik, property 2. İndi baxırsınız. Deməli, burada qayda verib, əgər D1 D2 paraleldirsə, yəni müxtəlif adlıdırsa, o zaman alfa ilə betanın cəmi 180 dərəcəyə bərabərdir. Və ona uyğun görürsünüz, aşağıda da misallar veriblər. Məsələn, birinci sual biraz asandır. Gəlin ikinci sualdan işləyək. Tutaq ki, ikinci özəlliyin, yəni ikinci qaydanın ikinci sualına baxaq. Birincini siz özünüz işləyərsiniz. Bu formada, deməli, bizə veriblər. Şəkli çəkək. Baxın, belə. Bunlar nöqtələrdir. Bunlar da 40 dərəcədir. Burada alfadır. Deməli, qayda necədir? Bura 40 dərəcədir və tənböləndir. Məsələn, bura x yazıram, burada x yazıram. Və görürsünüz ki, bu bucaq, məsələn, M bucağı olsun və yaxud da ki, hər hansısa bir tutaq ki, K bucağı olsun. K bucağı ilə, baxın, oradakı 2x-in cəmi bizə 180 dərəcəni verməlidir. Digər tərəfdən isə K bucağının x-in və 40-ın cəmi üçbucaq qaydasına görə 180 dərəcəyə bərabərdir. Onda K üstə gəlinsin x-in cəmi 140 dərəcəyə bərabərdir. Və burada da bizdə K üstə gəlinsin x 140 dərəcəyə bərabər olduğuna görə gətirib yuxarıda K üstə gəlinsin x üstə gəlinsin x üstə gəlinsin bərabərdir 180 yazsaq, yəni gətirib burada yuxarıda yerinə yazsaq, baxın burada gətirib yazsaq, onda K üstə gəlinsin x-in yerinə 140 yazsaq, x-i tapanda 180-dən 140-a çıxmış olacaq və x-in cavabı 40 olmuş olacaq. Deməli, burada 40 dərəcə imiş, burada 40 dərəcəymiş. İndi hələ ki, biraz mən bunu isbatlı yazıram. Sonra orada üçbucaq yaranıb, görürsünüz, fikir verin. Məsələn, burada, baxın, bu hissədə burada 40-dır və burada 40-dır. Yenə də yuxarıda bizə qayda izah elədi ki, əgər sən üçbucağı yarada bilirsənsə, onda və yaxud üçbucağı görə bilirsənsə, qayda olaraq üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabər olur. O zaman x üstə gəlinsin 40, üstə gəlinsin 40 bərabərdir 180 dərəcə yazacağıq və x üstə gəlinsin 80 dərəcə bərabərdir 180 dərəcə olacaq. Buradan da x-i tapanda x 100 dərəcəyə bərabər olacaq. Yəni, ikinci sualın da həlli bu formada işlənəcək. Sonra, məsələn, burada üçüncü bir qaydanı verib. Məsələn, bu qayda 3 dənə bucaq veriləndə, baxın bu formada, bura yazaq alfa, bura yazaq beta, bura yazaq gamma və yaxud da ABC ilə də göstərilə bilər. Alfanın, betanın və ya gammanın cəmi hər zaman 360 dərəcəyə bərabərdir. Yəni, birinci sual, məsələn, asandır. Ta ki, ikinci sualı işləyək sizinlə. Baxın, deməli, bu formada göstərib, belə, sonra belə, sonra belə. Bura yazıb 20 dərəcə, sonra bura yazıb 70 dərəcə, burada yazıb alfa.
Deməli, siz bu testi işləməmişdən öncə birinci növbədə müəyyən uzatmalar etməlisiniz. Yəni, bu hissə belə bu formada uzanacaq və bura olacaq. Qonşu bucaq olduğuna görə 160 dərəcə. Sonra isə artıq üçünün cəmin alfa üstəgəlsin 70 üstəgəlsin 160 bərabərdir. Deməli, 360 dərəcə yazacaqsınız. Buradan da alfa üstəgəlsin 70 dərəcə bərabərdir 200 dərəcə. Çünki 360-dan 160-a çıxacaqsınız. Alfa bərabərdir 130 dərəcə bərabər olacaq. Yəni, bu formada işləyəcəksiniz. Sualların yəni bu formada üçüncü özəlliyi bundan ibarətdir. Sonra baxırsınız burada. Deməli, özəllik 4, yəni qayda 4 və property 4. İndi baxırsınız, burada yenə də belə bir şəkil çəkib. Deməli, 1, 2, 3 və 4. Deməli, 1, 2, 3 və 4. Belə tipli suallar OTK-larda filan qarşınıza çıxıb. Hətta mən deyərdim ki, məsələn, keçən il heç bir OTK-nı ötürməyən uşaqlarda və yaxud da güvəni ötürməyən uşaqlarda bu tipli suallar bilmirəm, yadlarında qalıb yoxsa yox, təsdiqləyə bilərlər ki, müəllim dəfələrlə istifadə olunur. Uşaqlar, qayda nədir? Baxırsınız, bax, ki 1, baxın, 2, 3, 4. 4 dənə demə, düzdürmü? İndi fərz edək ki, bu A-dır, bu B-dir, bu C-dir, bu D-dir. A-nın, B-nin, C-nin və D-nin cəmi 180 vurulsun, n çıxılsın 1 düsturu ilə tapılacaq. Burada n çıxılsın 1 nədir müəllim? N bucaq sayıdır, yəni 1, 2, 3 və 4. 4 dənə bucaq olduğuna görə 4-dən 1-i çıxacaq. Nəticədə 180 vuraq 3 olacaq, yəni 540-a bərabər olacaq. Bütün hamısında, baxın, bu tapşırığın hamısında eyni qayda ilə gedəcəksiniz. İndi belə deyək, hələ ki birinci dərsimiz olduğuna görə mən çox istəmirəm verim. Səhvə 5-ə qədər işləyərsiniz. Yaxşımı? Səhvə 5-ə qədər işləyərsiniz. Görək necə alınır, yəni necə gedir. İnşallah ki, yaxşı olar. Mən düşünürəm ki, rahat şəkildə işləyəcəksiniz.